Sual verirlər ki, yazırlar ki, yəni ki, ürəkləri istəyir. Doktor, xaşın dəriyə nə xeyri var? Xaşın dəriyə çox xeyri var. Əvvəla, indi mövsümüdür. Gözəl bişmiş xaş çox gözəl bir qidadır. Çox xeyirli bir qidadır. Baxın, onun tərkibində kollagenlər çoxdur. Həmən bu xaşda kollagen çoxdur və bu da mən neçə dəfə qeyd eləmişəm. Bizim orqanizmimizə lazım olan bir. Nəinki orada minerallar, nə bilim, bütün lazımi elementlər çoxdur, əsas kollageni deyirəm. Yaşla bağlı get-gedə dəri sallanması, dəri boşalması, oynaqlarda, boşluq, əzəllərdə, bax bunun hamısı xaşda var. Əsl, yaxşı, keyfiyyətli bişmiş xaşda bizə lazım olan qədər kollagen var, bizə lazım olan qədər vitamin, minerallar var. Amma bu da demək deyil ki, bunu hər gün yemək lazımdır, yox. Həftədə 1-2 dəfə və bir də nəyi nəzərə alın? Siz onu enerjini xərcləyirsiniz, yoxsa yox. Yəni, həkim dedi, ye, olar, mən hər gün yesəm, bəli, ürək-damar problemi ya da xolesterini artıra bilər, başqa problemlər çıxardar. Yəni, sizin xaşı istifadə etməyiniz, xərclədiyiniz enerjiyə baxır. Nə qədər çox enerji çıxardırsınızsa, o qədər çox yeyə bilərsiniz. Həmişə sağlam olun, həmişə iştahlı olun, Allah'a əmanət olun.